Hər kəsə salam. Bu gün dostumca gedəcəm və burada kombinimi sizə göstərirəm. Aksesuar olaraq bunları taxacam. Sırğa olaraq da bunlardan çox xoşum gəlir. Hər kəsə salam. Fidan Ər kanalına xoş gəldiniz. Deməli, bu gün maraqlı bir vlog çəkirəm. Dostumca gedirəm mən yenə. Amma bu səfər başqa dostumdur. Və əslində mən elə bilərsiniz ki, hər dəfə dostumca gedirəm, eləyirəm. Elə deyil, amma bu səfər təsadüf oldu niyəsə. Yəni belə alındı. Mən hazırlaşmışam, çox tələsirəm deyə saçımı başıma eləyəndə. Bu arada saçımı belə vurmuşam. Məncə çox qəşəng görünür, şirin görünür. Kombinimi elədim, makyajımı elədim, saçımı elədim. Amma dediyim kimi çox tələsirdim deyə bunların heç birini çəkə bilmədim. İndi qısaca kombinimi göstərəcəm. Sonra da çıxaq. Siz mənim kombinimi yenə tam görmürsünüz. Amma belə ağ bir şalvar geyinmişəm. Üstündən də belə bir kofta geyinmişəm. Bu arada bu sırğalarımı taxmışam, ulduzlu sırğalar çox qəşəng görünür. Bir də ki, dostumca ilə bir oyun aparıram, sıxılmayaq deyə oynayaq. Belə bir oyundur, bu oyunu başa salmaq çox uzun çəkir, ona görə oynayanda görərsiniz. Ona görə tez tələsirəm deyə çıxıramca. Kombinimi sizə aynadan göstərirəm, belə bir ağ şalvar geyinmişəm, belə bir kofta. İndi də çıxıram. Biz indi bir şeylər alırıq. Əslində almışıq. 2-3 bir şey. İndi biraz da baxırıq nə alaq. Bu da hər şeyin pendirlisini götür. Mən dedim acılısını götür. Çünki mən acılısını daha çox sevirəm. Biz indi evə gedirik. Bir şeylər aldıq. Evdə gedib biraz oturaq, sonra da oyun oynayarıq. Hakan Akkaya'yı da mı kaldıracağız? Yani yok öyle bir şey değil. Bizde yaşadığımız şeye bak. Ne oldu ya? Ne oldu? Videonun bu hissəsində dostumla söhbət eləyirəm. Əslində bu videonun normal halı 12 dəqiqəlik idi, amma təbii ki də hızlandırmışam, üstündən səs yazmaq istədim. Videonun bu hissəsində biraz da olsa xəyallarımdan danışmaq istəyirəm. Danışmağa keçmədən qabaq istəyirəm bunları deyim. Bir gün ərzində 20 abunə daha da artdım. Ona görə də abunə olan hər kəsə çox təşəkkür eləyirəm. İnşallah getdikcə bu kanal daha da böyüyər və burada səmimi bir ortam yaranar. Keçən videolara əgər baxmısınızsa bilərsiniz, kitablara çox böyük marağım və həvəsim var. Ona görə gələcəkdə öz evimdə istəyirəm kitablarla dolu bir otağım olsun. Bu mənim üçün çox xoş olar. Əslində ilk videomda da demişdim heyvanlara çox bağlı olduğumu. Sevdiyim heyvanlardan biri də atdır. Gələcəkdə də hobi olaraq istəyərəm ki, at sürmə hobisinə yiyələnim. Çünki harda at videoları görsəm o dəqiqə bəyənirəm. Bir digər xəyalımsa gələcəkdə buz pateni sürməyi bir hobiyə çevirməkdir. Çünki elə at sürmək kimi də bunu məsələn harda görsəm videolarımı bəyənirəm. Çünki çox xoşum gəlir. Təbii ki də xəyallarım bunlarla bitmir. Yəni çox insan kimi mənim də çox xəyalım var. Hətta universitetə də qəbul olmaq bunların içərisindədir. İnşallah onu da bu il başararıq. Bu arada videonun bu hissəsində elə dostumla hazırlıqlar haqqında danışırdıq. Demək olar çox yox, bir aydan sonra hazırlıqlar başlayır və biz alışmışıq, yəni yayda istirahət eləməyə, birdən-birə o temponun içinə düşmək həqiqətən bizim üçün çox çətin olacaq, amma bir tər üstündən gəlməliyik. Yəni başqa bir çarəmiz yoxdur. 5-6 dənə hazırlıq birdən başlayacaq. Deməli, zorla tutub mənə makyaj edir burada. Öz günlük makyajımı edirəm. Koyda futbol alayacam, çünki mən futbol alayıram. Banyer oynar. Hiç olmaz. İnce bir şey değil. Olmadı bu arada, beğendim. Hı.
Ben sırf neyi soruşturabilirim. Aldığım öz dodak bombomu eləyəcəm. Ən listəyi 776. Bax. Bu da iyi. Bu da yoxdur üstə yəni. Çok stres oldu. Ay, bu da biraz üzücü. Çok özür dilerim. Sinirlendim ya. Oğlum işte o kadar üzücü. Gideceğim. Böyle biraz daha söz vereyim. Yani her yerde var bu. Her yerde var. Tutma atamacağım. Ne gördün her yerde tuttuk. Güzel. Hadi. Nasıl çok beş oldu bu arada? Özür dilerim bir şeyi kapattım ya. Bir kere fırt aldım. Bir kere posta aldım. Ne çok sevdim bitti. Ben hiç böyle bakmışsın. Bir bağcası boş kaldı. Ya ya böyle kontrol edecek. Biz həyətə çıxmışıq, indi gedirik. Biraz gəzirik, hava alırıq. Birazdan evə gedib tarix eləməliyəm. Nəhayət mən evə gəldim. Saat 2-də evdən çıxmışdım. 8 saat indi. Amma olsun, bu gün də çox maraqlı bir gün idi. Bir saat yarım həyətdə gəzdik, hava aldıq. Ondan qabaqda evdə maraqlı vaxt keçirdik, söhbət elədik. Belə yəni maraqlı bir gün olduğunu düşünürəm. Hətta dostum öz günlük makyajını mənə də elədi. Vlogda onlar da var. Düşünürəm ki, maraqlı bir vlog alınıb. Amma mən başqa yerə gedəndə istədiyim kimi çəkə bilmirəm də. Nəsə çox kadr çəkə bilmirəm. Evdə olanda daha rahat çəkə bilirəm video. Ona görə də neçə dəqiqəlik video olduğunu bilmirəm. Amma ümid eləyirəm ki, maraqla bura qədər izləmisinizdir. Əgər videomu bura qədər izləmisinizsə, kanala abunə olub, mənə like atmağı və dəstək olmağı unutmayın. Görüşərik, hələlik.